Salam, kanalıma xoş gəldiniz. Bu videomda sizlərlə çox dadlı, asan bir yemək hazırlayacağım. Əsl qışda yeyiləsi, dadlı, ləzzətli yeməkdir. Mən ördək ətindən istifadə etdim. Sizlər də istədiyiniz ətdən istifadə edə bilərsiniz. Burada tərəvəzləri də doğramışam. Bu isə palçıq turşusudur. Üzərinə sarı kök, istiot əlavə etmişəm. Qarı istiot, bir də qırmızı istiot. 1-2 yemək qaşığı da su əlavə edib belə bu qatılıqda qarışdırıram. Ətə bunu istifadə edəcəm, xüsusi bir dad verəcək. Burada isə kartofdur, şirin bibərdir, 1 ədəd acı bibərdir, kökdür, 3-4 diş sarımsaqdır, 1 ədəd də soğandır. Soğanın çox olmağını istəmədim, sadəcə dad versin. Bir də sarımsaq məndə rayon sarımsağı olduğu üçün çox əlavə etdim, amma sizdə əgər alınma market sarımsağı olsa, onların iyi tündə olduğu üçün, bir də ölçüsü böyük olduğu üçün 1-2 diş əlavə edərsiniz. Üzərinə də duz əlavə edib qarışdırıram. İstiot vurmadım ki, buna acı biber var içərisində. Və qarışdırdıqdan sonra bişirmə salafanına yığıram, sonra keçirəm əti hazırlamağa. Əti də belə doğramışam, sonra turşusunu əlavə edirəm, qarışdırıram ki, hər tərəfinə turşu dəysin. Biraz da duz vurmuşdum ətə. İndi isə bunu da tərəvəzlərin üzərindən yığacağam. Tez bişən ətdir, bir də yağlı ətdir olduğu üçün mən o yeməyə yağ əlavə etmədim. Əgər sizdə yağsız ət olsa, bir dolu yemək qaşığı da kərə yağı əlavə edərsiniz. Əti də belə tərəvəzin üzərindən yığıram. Mən qarışdırmadım əti. Ətin ayrı olmağını istədim. Turşu sadəcə ətdə qalsın. Siz istərsəniz qarışdıra da bilərsiniz. Yığdıqdan sonra salafanın ağzını bağlayıram. Əslində bunların içindən bağlamaq üçün tel çıxır. Mən onu itirdiyim üçün sapla bağladım. İndi isə qoyuram soba listinə 160-170 dərəcədə. Həm ət bişənə kimi, həm qızarana kimi bütün tərəvəzlər bişiririk. Mən bişmiş halını çəkməyi unutmuşdum. Üzürlü sayın. Yeyəndə yadıma düşdü və beləcə çəkilişini etdim. Amma çox dadlı, ləzzətli bir yeməkdir. Ən azı bir dəfə şans verib sınaya bilərsiniz. Əsl qışda yeyiləsi yüngül, amma dadlı bir yeməkdir. Gördüyünüz kimi əti də çox gözəl qızarıb, çox da dadlı bişmişdir. Sizlər də hazırlayın, nuş edin. Videomu da bəyəndiysəniz like etməyi, kanalıma abunə olmağı unutmayın. Sağ olun.